Bu paxıllıq etməklə sən yəni nə qədər, nə qazanacaqsan? Yəni bəzi vaxtlar insan görsən kifayət qədəri var, amma o kifayət qədərindən də artıq insan nəfsinin xüsusiyyətidir də, həlim tələəti, həlmi məzid hələ ver, yığım. İnsanda bir mərhələ var. Birinci özü üçün istəyər. Yaxşı. Bir mərhələdən sonra öz ehtiyacından artığını istəyər. Bir mərhələdən sonra özü üçün istəməyi də keçib, başqasında istəməz nəsə olsun. Bu lap pis həddir də. Yəni hələ hər şey məndə olsun, başqasında heç də olmasın. Bu insanın tənəzzülüdür, əsfələ safilin olmaqdır, insanın... Xain insan da. Bu nəzəri cəhətdən oturub biraz düşünsün ki, qardaş, məsələn, bu mənim bu qədər varımdır. Allah da bunu verib ki, məsələn, bir qismin həm özümə haqqun lis-saili vəl məhrum Quranda ayə var deyir. Sənin malında, mülkündə həm saillərin haqqı var, həm məhrumların haqqı var. Hədisdə deyilir, sail odur ki, gəlib əl tutub səndən istəyir. Məhrum odur ki, deyə bilmir. Oturub evdə onu sən tapmalısan. Məhrumu sən tapmalısan, saili səni tapır. İnsan başa düşsə ki, bunu yığmaqla mən hara aparacam ki? Hələ cəməə malən ətdədə, yığ say. Sonra nə fayda? Nəzəri tərəflərini düşünə bilər. Praktiki cəhətdə əksinə əməl eləməklədir. İnsan əgər belə deyək də, indi onu paxıllıq elədiyinə qarşı xoş niyyətli olsa, ona kömək eləsə, get-gedə içinin halı dəyişər.